Salam, hər vaxtınız xeyir olsun. Bu gün biz fonetika mövzusundan növbəti testin izahına baxacağıq. Başlayaq. 46-cı suala baxaq. Hansı cümlələrdə bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılıb? Birinci variant. Düşdükcə o istəkli səmtə nigahım, əflakə ucaldı o zaman şöləyi ahım. Abbas Səhhətin şeirindən misralardır. Deməli, bizdən düzgün yazılmış variantı istəyirsə, biz düzgün yazılmış cavabı axtaracağıq. Burada deməli, düşdükcə sözünə baxa bilərik. Hər şey qaydasında da o istəkli səmtə nigahım. Bu arada qeyd edeyim ki, nigah sözü nikah sözü ilə qarışdırılmalı deyil. Nigah baxış deməkdir, nikah isə iki insan arasında münasibətdir, evlilik. Əflakə ucaldı o zaman şöləyi ahım. Burada da hər şey qaydasında olduğuna görə biz ikinci varianta baxacağıq. Çocuq açılmamış bir dəfnədir. İnsan dövlət üçün bir xəzinədir. Burada diqqət eləsək, bütün sözlərə nəzər yetirsək, baxarıq ki, çocuq açılmamış bir dəfnədir. Biz səhv sözü axtarırıqsa, eyni zamanda cümlənin də mahiyyətinə diqqət yetirməliyik. Dəfnə sözü yeyinti və konserv üçün istifadə olunan ağacdır. Yəni bir ağac növüdür. Burada yəqin ki, cümlənin mənasına diqqət etirsək, çocuq açılmamış bir dəfnədir. Burada gizli mənasından söz gedirsə, əgər biz dəfnəni dəfinə olaraq götürəcəyik. Demək ki, burada dəfnə sözü yanlışdır. Dəfnə dəfinə kimi olmalı idi. İkinci variant yanlışdır. Bizdən isə düzgün variant istəyir. Bir variantımız doğrudur. Üçüncünə baxaq. Gördü ayı, kəndli çəkir zəhməti, var əcəb asudə, asan sənəti. Burada da bütün sözlərə nəzər yetirsək, hamısı orfoqrafik cəhətdən düzgün yazılıb. Dördüncü varianta baxaq. Nə işdi ey fələk, dildarı dildarından ayırmaq, cəfakar aşiqi yar-ı vəfadarından ayırmaq. Burada diqqətli olsaq, ikinci misrada cəfakar aşiqi yar-ı vəfadarından ayırmaq. Burada yarı olmalı idi. Yarı sözü burada doğru düzgün istifadə olunmadığından biz bunu yanlış götürəcəyik. Və bizdən doğru variantı istədiyindən biz birinci variantla üçüncü variantı doğru olaraq götürə bilərik. Cavab A variantı. 1-3.